Children, salam uşaqlar. Bugünkü dərsimiz yeni 5-ci sinif dərsliyinin, Game Changer dərsliyinin növbəti səhifələri olan 74, 75 və 76 olacaq bugünkü dərsimiz. Gəlin çox uzatmadan izahımıza keçək. Writing bölməsinə aid bir dərsdir uşaqlar və 6-cı bölmənin 7-ci dərsidir. İlk öncə buradakı təqdimatlara nəzər salaq. Burada deyir ki, bunu yaxınlaşdırım görəsiniz. Read and listen to the presentation. Dinləyin, oxuyun və yaxud dinləyin. Ask the question, suallara cavablayın. Mən vaxt getməsin deyə elə sizlərə burada oxuyub tərcümə edəcəm. Bu bir təqdimatdır və burada 6 dənə müxtəlif slayd var. My Ideal School. Təqdimatın adı isə mənim ideal məktəbim. Gördüyünüz kimi bu şəkildə bir məktəbdir. Həmin bu yazanın ideal məktəbi. Ondan sonra isə ikinci şəkildə bizdə deyir. This is it. Budur. At my ideal school. Mənim ideal məktəbim. We study art, music and math. Biz rəsm, musiqi və riyaziyyat öyrənirik. I love math. Mən riyaziyyatı sevirəm. Uşaqlar, baxın, buradakı bu işarə, yəni biz bu dərsləri məktəbdə keçirik demək, yəni onun məktəbində. Burada gördüyünüz bu X işarəsi isə həmin o dərsi keçmirik mənasındadır. Ondan sonra isə burada isə we don't study history. Biz tarix oxumuruq. Geography or science. Coğrafiya və yaxud elm, tarix heç birini oxumuruq. Ondan sonra isə bu şəkildə bir slaydımız var. We use our cell phones when we like. Biz nə vaxt istəsək, öz telefonlarımızdan istifadə edə bilirik. It has a cafeteria. Onun bufeti var. We eat hamburgers, pizzas and ketchup. Biz hamburgerlər, pizzalar və ketçap yeyirik. There is a gymnastic for all sports. Burada isə there is a gymnasium for all sports. Burada bütün idmanlar üçün gimnaziya var. And a library və kitabxana. Books are awesome. Kitablar möhtəşəmdir. It doesn't have a science lab. Onun elm laboratoriyası yoxdur. I don't like science. Mən elmi sevmirəm. What is your ideal school? Sənin ideal məktəbin hansıdır? Does it have cool things? Onun möhtəşəm, maraqlı şeyləri var. Bye. Sağ olun. Biz bunu oxuduq. Buradakı emojilərə diqqət çəkdik. İndi isə gəlin burada baxaq. How many words are there on each slide? Hər bir slaydda neçə dənə söz var? Mən buradakı hər bir slaydın sözlərinin sayını yazıb bura yazmışam, yəni sayıb bura yazmışam. Slide 1-də 3 söz, slide 2-də artıq bunu oxumağa ehtiyac yoxdur, siz videonu dayandırıb yazarsınız. İkincidə isə do the images represent the ideas in the text? Deyək şəkillər mətnin ideyasını necə deyim, göstərirmi? Biz şəkillərə baxanda mətn ideyasını başa düşürükmü? Yes, bəli. Ondan sonra isə, məsələn, introduction deyir, təqdimat, məsələn, title, başlıq. Başlıq hansı slayddaydı uşaqlar? Birinci slayddaydı. Ondan sonra isə deyir ki, introduction, yəni təqdimat. Təqdimat hansı slayddaydı? Buradaydı. This is it cümləsi ilə başlayırdı. Yəni artıq təqdimat etməyə başlamışdı. Information, məlumat. Artıq həmin o məktəb haqqında biz məlumat almağa başlayırdıq. 2, 3, 4, 5-ci slaydlarda. Ondan sonra isə conclusion, yəni nəticə hissəsi. Nəticə hissəsi artıq 6-cı idi uşaqlar. 3 və 4-cü tapşırıqlar isə sizin etməli olduğunuz tapşırıqlardır sinifdə və biz səhifə 74-ü bitirmiş oluruq. İndi isə gəlin sizlərlə bərabər səhifə uşaqlar 75-ə geçək. Burada bizdən review, unit 5 və 4-cü unitdə öyrəndiklərimizin soruşur. Vocabulary, lüğət. Gəlin başlayaq izaha.
I get up at, mən yuxudan dururam. Neçədə yuxudan dururam uşaqlar? 9-da. I get up at 9 a.m. Mən saat 9-da yuxudan dururam. Bunu şəkildə eləyim ki, görəsiniz. I have dinner at a, mənim axşam yeməyim harda olur? Restaurant on Sundays, bazar günləri restoranda olur. Ondan sonra isə üçüncüyə baxaq. Üçüncüdə isə I take a shower, mən duş götürürəm. In the evening, axşamlar. I do my homework in the afternoon. Mən öz ev tapşırıqlarımı günorta edirəm. Artıq bu şəkildə o bir gününü anlatmış oldu. Ondan sonra isə bizə buradakı sözləri boşluqlara qoymamızı istəyir. Sana plays video games with her friends. Sana öz dostları ilə video game oynayır. Her favorite is Super Mario. Onun sevimlisi Super Mario'dur. İkincidə. Arthur and Dylan watch movies on weekends. Həftə sonları Arthur və Dylan movies, yəni kinolara baxırlar. Lola listen to music in the evening. Lola axşamları musiqiyə qulaq asır. I like to hang out with my friends on Saturdays. 6-cı günlər öz dostlarım ilə vaxt keçirməyi sevirəm. Ondan sonra isə burada şəkillərə uyğun iki sözdən birini seçməliyik. Burada biz golf oyunudur ya da tenis oyunudur səhv eləmirəmsə, deməli bunun riyaziyyatla əlaqəsi ola bilməz. Ona görə I like PE, yəni physical education. Ondan sonra ikincidə biz piano görürük. Deməli musiqi ilə bağlıdır. Ona görə I hate music, mən musiqini sevmirəm deyirik. Üçüncüdə isə biz, hətta bu səhvdə diqqətlə yaxınlaşdırım ki, görəsiniz. Rəqəmlər görürük. Rəqəmlər təbii ki, biz rəsmdə rəqəmlərdən istifadə etmirik. Ona görə məhz riyaziyyat doğru cavab olacaq. Ondan isə dördüncüdə biz dağlar görürük, Misir piramidlərini görürük. Bunun elm və yaxud da həyat bilgisi ilə bir əlaqəsi olmadığına görə history, tarix daha doğru bir variantdır. İndi isə uşaqlar davam edək. Məsələn, buradakı suallara cavablandıraq. Sualları oxuyaq və yerlər tapmağa çalışaq. Clean your hands, əllərinizi təmizləyirsiniz. Harda? Restroom, tualetdə. Have lunch, nahar edirsiniz. Harda? Cafeteria, yəni bufetdə. Ondan sonra isə talk to a teacher, müəllim ilə danışırsınız. Harda? Teacher's lounge, yəni müəllim otağında. Read a book, kitab oxuyursunuz. Harda? Library, yəni kitabxanada. Ondan sonra isə qarışdırılmış sözlərdən cümlə quracağıq uşaqlar 5-ci tapşırıqda. İkincidə isə qarışdırılmış sözlərdən qurulan təsdiq cümlə bu şəkildə olacaq. Mübtədam deydi, mübtədam dey olduğuna görə və təsdiq cümlə olduğuna görə feilin sonuna heç nə artırmayacağam. Sonra isə olduğu kimi göstərəcəm. They have dinner at home on Fridays. Ondan sonra isə deyək ki, onların hər 5-ci gün axşam yeməyini evdə edirlər. Üçüncüdə isə uşaqlar bizdən yenə təsdiq cümlə qurmağımızı istəyir. Deməli, Debbie adam adı olduğuna görə nə edirdik adam adlarında? Təsdiq cümlədə feilin sonuna s artırırdı. Debbie takes a shower in the evening. Debbie hər axşam duş alır. Ondan sonra isə uşaqlar dördüncüdə, bunu arasında bu şəkildə xətt çəkin, Dördüncüdə yenə Edmund adam adı, inkardır. İnkarda biz nə edirdik uşaqlar? Doesn't-dan istifadə edirdik. Biz niyə burada doesn't-dan istifadə eləmişik? Çünki adam adıdır. Edmund, yəni biz demişik ki, heşiyetdən doesn't istifadə edirik. Edmund doesn't play. Demişdik ki, doesn't-dan sonra biz feilin sonuna s-ni artırmırıq. Doesn't play soccer at all. O, qətiyyən futbol oynamır deyir. Ondan sonra isə 6-cı tapşırığımızda uşaqlar, biz yenə cümlə qurmalıyıq qarışdırılmış sözlərdən. Amma bu səfər sual cümləsi qurmalıyıq və cavabı təsdiqdə verməliyik. Your friend, sənin dostun, o mənim mübtədamdır və mən bunu əvəz eləsəm, ya oğlan cinsi, ya qadın cinsi, yəni ya he, ya she ilə əvəz eləyərəm. He və she-ində isə does-dan istifadə edirik. Does your friend, ondan sonra fail olduğu kimi qalır. Have lunch at home? Yes, he və yaxud she does yaza bilərik və yaxud yes, your friend does yaza bilərik. Niyə bu şəkildədir? Bunun düsturunu mən bundan əvvəlki videomda izah etmişəm. Kanalımda tapa bilərsiniz uşaqlar. İndi isə davam edək. Üçüncü cümləyə baxaq.
Üçüncü cümlədə isə yenə mübtədam your parents-ə baxıram. Your parents artıq cəmdir. Mən onu əvəz eləsəm, they ilə əvəz eləyərəm. They isə do ilə işləndiyinə görə do they help at the animal center? Onlar heyvan mərkəzində heyvanlara kömək edirlərmi uşaqlar? Belə bir sual verir. Bu zaman mübtədam they olduğuna görə, yəni your parents cəm olduğuna görə help feilinə heç bir şey etmirəm uşaqlar. Sonra isə düstura əsasən yes-dən sonra mübtədama əsasən do-nu qoyuram. Niyə mübtədama əsasən deyirəm? Əgərləri burada he, she, it olsaydı does yazardım. Ondan sonra your teacher, sənin müəllimin, deməli ya he-dir ya she-dir uşaqlar. Nə edirəm? He-dir, she-dirsə does istifadə edəcəm. Does yazıram. Feilim olduğu kimi qalır. Play the gitarı köçüdürəm bu şəkildə. Cavabını isə inkar şəkildə verəcəm. Demişdik no ilə başlayan cümlə notla bitməlidir. Not da buradadır. No, he və yaxud she və yaxud your teacher də yaza bilərsiniz bura. Yəni müəllim ya qadın ola bilər ya da kişi ola bilər. Fərqi yoxdur. Ondan sonra does notu əlavə edirik. Niyə does yazdım? Çünki mübtədam he və yaxud she-dən biridir. Present simple ətraflı izah etmək üçün açıqlamadakı linkdən daxil ola bilərsiniz. Açıqlamaya isə necə girə bilərsiniz? Videonun sonunda görəcəksiniz. Bu səhifəni bitirdik. İndi isə sonuncu səhifəmiz olan səhifə 76-ya baxırıq. Deməli, ilk tapşırığımıza baxaq uşaqlar. Yaxınlaşdırın. Bir dəqiqə gözün yaxınlaşdırıb video davam edirəm. Davam edək uşaqlar. Deməli, biz burada nə etməliyik? Altından xətt çəkilmiş sözə sual verməliyik. Məsələn, I have lunch with my parents at home. Deyir ki, mənim axşam, yəni nahar yeməyim var valideynlərimlə evdə. Burada biz at home, yəni evdə sözünə sual verməliyik. Deməli, at home buna sual verəndə biz və-ya ilə başlayacağıq. Və do you have lunch with your parents? Harada? At home, evdə. Ondan sonra isə she gets up at 7 a.m. O saat 7-də yuxudan durur. Deməli, uşaqlar, burada 7 a.m. nə zaman? Yəni, what time-la istifadə edəcəyik. What time-dan sonra she-yə uyğun does-ı seçirəm. Does she got up şəklində yazıram uşaqlar. Burada get up yox, get up-dur uşaqlar. Buradakı eni daha yaxşı yazım. Daha yaxşı görəsiniz. Ondan sonra isə üçüncü sualda they play volleyball with their friends on weekends. Həftə sonları onlar voleybol oynuyorlar. Yəni, nə edirlər sualı verməliyik? What do they do with their friends? Bu şəkildə olur. Onlar nə edirlər? Ondan sonra isə deyir ki, I listen to music in the evening. Axşamlar musiqiyə qulaq asıram. Nə edirəm axşamlarda? Listen to music. Ona görə what-la başlayacağam. What do you do in the evening? Axşam nə edirəm? Ondan sonra isə boşluqları buradakı feillərlə dolduracağam. Elə mən doldurmuşam. Gəlin birbaşa oxuyaq. Hi, salam, I am Dale. Mən Dale'əm. And this is my friend Jason. Və bu mənim dostum Jason'dır. Gördüyünüz kimi bu şəkildə. He is a student. O tələbədir. He gets up at 6 a.m. O saat 6-da yuxudan durur. Get'in sonuna s artırmışam. Niyə? Çünki mübtədam he, she, itdən biridir. And he, have-in has versiyasını istifadə etmişəm. Çünki biz bilirik ki, he, she, itlə has istifadə edirik. He has breakfast with his family. Onun ailəsi ilə səhər yeməyi olur. Ondan sonra isə he doesn't take the train to school. O məktəbə qatar ilə getmir. Deməli, inkar cümlə qurdum. Doesn't, he-də olduğuna görə doesn't istifadə elədim və feili olduğu kimi qaldı. Ondan sonra təsdiq cümlədə mübtədam he, she olduğuna görə sonuna s artırdım. He takes the bus. Ondan sonra bunu izah eləmişdim. He has lunch at school. O məktəbdə nahar yeyir. Then he plays soccer in the afternoon. Sonra günorta, axşam dostları ilə futbol oynayır. He goes home at 5 p.m. O evə saat 5-də gəlir. But he doesn't do his homework. O öz ev tapşırığını etmir. Ondan sonra isə burada inkar cümlə olduğuna görə, mübtədam da he olduğuna görə doesn't seçdim və feilimi esin etmədim. He watches TV. O televiziya izləyir. Yəni buradakı s-i də mübtədama görə artırdım. He has dinner. O axşam yeməyini yeyir.
takes a shower və duşa girir. Yenə mübtədam he olduğuna görə son nəsə artırdım. And then he goes to the bed. Sonra isə yatağına gedir. Bu şəkildə uşaqlar yerdə qalan tapşırıqları özünüz etməlisiniz. Onların cavabını mən sizə deyə bilmərəm. Beləliklə mən bugün sizlərə 3 səhifəni izah elədim. 75, 74, 75 və 76. Digər səhifələrin izahı üçün kanalıma baxa bilərsiniz və ondan sonra növbəti dərslərin izahını görmək üçün isə kanalıma abunə olub mənə dəstək ola bilərsiniz. Bir də mən sizə dəstək olmaq üçün WhatsApp-da kanal açmışam və bu kanalda mən 20 izləyici keçəndən sonra gündəlik testlər və qaydalar göndərəcəm. Həmin kanala necə qoşula bilərsiniz və açıqlamadakı linkdən necə istifadə edərsiniz, indi video izləyirsiniz. Sağ olun, salamat qalın. Növbəti dərslərimizdə görüşənədək. Bəli uşaqlar, burada kanalın bu şəkildə eləyəndə postlar hissəsinə gəlirsiniz. Postlar hissəsinə daxil olaraq mavi linkə vurursunuz. Orada kanala baxın yazıb. Burada girib bu hissədə belə bir şey yerdə kanalı follow edin yazılır. Oradan follow edərək buradakı məlumatlardan xəbərdar ola bilərsiniz. İndi isə mən kanalın linkini burada sizə açıqlamalar hissəsində yerləşdirəcəm. Məsələn, burada mənim belə bir videom var. Orada daxil olaraq burada əlavə yerində açıqlamalar hissəsində həmin o link olacaq. Bu videonun açıqlamalar hissəsində belə bir şey yoxdur. Görüm hansı videonu qoymuşam. Məsələn, bu belə bir videom var. Bu da 5-ci sinifdir bu arada. Burada qoymamışam. Yəni ümumiyyətcə belə bir daxil olsanız orada açıqlamalar hissəsində tapacaqsınız, yəni həmin o linki. Burada heç nə yoxdur, amma həmin o videoların burada qeyd edilən insanlar hissəsində həmin o yerdə link olacaq. Oradan girib daxil ola bilərsiniz.